Kaydetməni açdıq. Ekran paylaşımını da edək. Aha. Suallarımızı görürsünüz müəllimlər ekranda. Hmm. Hı? Bəli, bəli, müəllimə. Biraz da Aha. böyüdüm. Siz əlinizlə orada böyüdün də müəllimlər biraz. Ha, yaxşı. Əlinizdən telefondan bax, biraz böyüdəndə mən də burada yarısını oxumur. Hansı növünə uyğundur. Siz əlinizdən böyüdün. Zəhmət olmaz hamı ekranın. Demək belə YouTube-dan qoşulan müəllimlərimiz sizlər də salamlayırıq. Mən yenə gəldim. İlahə Müəllimə, müəllimə deyir, xoş gəldin. cavabları Bəy, qaralamışsınız, amma görünür. görürsüz hə, yazıqlar olsun. Dayanın bu biraz. Qoy biraz da yaxşı qaralayım görməyəsiz. Aha, yaxşı. Demək belə. İndi nə edirik müəllimlər? Vaxtı bilirsiniz də necə edirik? Gözləmə vaxtını gözləmək şərti ilə. Yaxşı. YouTube-da olan müəllimlərimiz siz də cavabları oradan yaza bilərsiniz. Digər müəllimlərimiz isə Zoom-dan yazacaq. Belə. Başlayın birinci sualı oxuyun, amma hələ heç kim göndərməsin. Göndər deyəndə cavabları yazacaqsınız. Cavabları onsa lap belə görsənsə belə baxıb özünüzü aldatmayın da müəllimlər. Kim nəyi bilir onu yazsın. Cavabları qaraladım əməlli başlı. Salam Leyla müəllimə, salam. Yeni qoşulan müəllimlərimiz. Salam, salam Nərmin müəllimə. Yeni qoşulan müəllimləri salamlayırıq. Göndərin gəlsin birinci sualın cavabını. Yaradıcıdır da müəllimə. B, 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 bir iki müəllim C yazıb. Daxırda deyəcək niyə B və yaxud da ki, niyə C. B, sonra görək kimlər yazır. YouTube-dan bizi izləyən müəllimlərimiz sizlər də yaza bilərsiniz testin cavablarını. B, Nərmin müəllimə də B yazıb. Sonra görək kimlər. Deyir ki, Nuray müəllimin göstərdiyi şəkilə uyğun nağıl qurdu. Verilən tapşırıq hansı verilən tapşırıq təfəkkürün hansı növünə uyğundur? Müəllimə, olar mən bunu izah eləyim? Yaxşı, sizdən soruşaraq. Qoy müəllimlər hamısı yazsın, yaxşı. Bəli, bəli. Mhm. Onsuz da izahları sizdən alacağım, çünki bunun içindən biz testə keçəcəyik. Salam müəllimlər, salam. YouTube-dan izləyən müəllimlərimiz, xoş gəldiniz. Mhm. Yaxşı. Çoxluq deməli B yazıb, amma C yazanlar da var. Çoxluq amma B yazıb. İndi Şəhla müəllimə izah verin görək burada siz hansını götürmüsünüz və nə səbəbə? Ha, Salam müəllim. müəllimə deyir burada Nuray müəllimin göstərdiyi şəkilə uyğun nağıl qurdu. Verilən tapşırıq təfəkkürün hansı növünə uyğundur? Məncə yaradıcı. Çünki yaradıcı təfəkkürdə burada yeni ideya, yeni bir icad, yenilik, yeni Mhm. yollar, nəsə özündən bir icad eləmək, nəsə bir burada elə bir ki, yəni bacarıqdır da, yeni Aha. kəşf eləmək, özündən Bəli. bir ideyalar kəşf eləmək. Aha. Bu bacarıqlar yaradıcılığa aiddir. Doğrudur. Baxın, deyir ki, Nuray müəllimin göstərdiyi şəklə. Müəllim ta ki sizə bir şəkil göstərir. Hə? Bəli, Demək, bəli. orada İbrahim müəllim mən də yaradıcı deyirəm, amma C səhv yazdım. Hə, eyb yox. Əsas o da düşüncəmiz. Şəklə baxım, nağıl qura. Baxın. Deməli, müəllimlər, deyir ki, şəklə uyğun bir şəkil göstəririk. Şəkil. Burada artıq verilən tapşırıq təfəkkür deyir ki, şəklə uyğun bir nağıl qurdu, hekayə qurdu. Özündən artıq nəsə bir şey şəklə İcad uyğun elədi. yaratdı. Deməli, Yarattı. burada yaradıcı təfəkkür daha ön plandadır. Bəli. Bəli, bəli. Bəs yaxşı. İkinci sual. Vaxtınız getdi.
Bu sualda da diqqətli olun ha. Sübhan müəllim tez göndərməyin. Yaxşı, göndərin görək. Elə məntiqi təfəkkürdür də Ya, müəllimə. indi Şəhla müəllimi hamısını siz cavablandırmayın. Yaxşı. Qoy Bəli. görək digər müəllimlərimiz nə yazır. Yazanlar var. B, B, B. YouTube-da da müəllimlər yazıb. Turan Orucova yazıb məntiqi. Elvina müəllimə məntiq. Vüsalə müəllimə məntiqi yazıb YouTube-da. Buradan da müəllimlərimiz B, B, B. Deməli, Müəllimə, burada səmərəli yol seçir da. indi siz izah verin görək. İradə müəllimə. İzah siz Hə, hansını yazmışdınız? mən elə B bəndini B. yazdım. Yasəmən müəllimə yazdı Məntiqi. A. Hə, Yasəmən məntiqi müəllimə. müəllimə. Məntiq. İzah edin Məntiqidir. görək siz O hardan fikirləşir yanaşırsınız. ki, Hı -hı. yağışda məsəl üçün yağışda bu ayaqqabıdan su keçməz də məntiqlə fikirləşir ki, keyfiyyətli ayaqqabı sevir. Səmərəli yollarını fikirləşir. Səmərəli yol Onlar deyirsiniz. mən də Bəli. deyim. O Yaxşı. sadə yolla həll eləyir işini. Səmərəli yol Sadə tənqidi yolla. təfəkkürdə də axı müəllimə. Səmərəli yollar tənqididir. Tənqidi təfəkkür. Tənqididir. Amma burada cavab məntiqidir. İndi deyəcəm niyə Hə, məntiqi. məntiqidir. Hə, Məntiqi yazanlar sadə yolla fikirləşir. sadə Hə, yolla. müəllimə, Sadə sadə yolla. yollandır. Bəli. Sadə yolla Bəli. fikirləşir. Baxın müəllimlər, biz Hə. nə demişdik? Demişdik ki, əgər problemdə sadə həll yolunu seçirsə, bu hansı idi özünüz deyin. Məntiqi. Məntiqi. Ay sağ ol. Amma səmərəli yollar düşünürsə, bu hansıdır? Tənqidi, tənqidi. Tənqidi. Amma Tənqidi. problem üçün yeni həll yolu tapırsa, Yaradıcı. bu yaradıcıdır. Ay, indi gəlin bu suala baxaq. Deyir Əli qış üçün ayaqqabı alarkən bu ayaqqabının isti saxlayacağını və yağışda su keçirməyəcəyini düşünüb alır. Bu sadə bir məntiqdir də. Düşünür ki, isti saxlayacaq və qışda da bu su keçirir, yağış yağan zamanda su keçirməyəcək. Hə? Bu sadə bir məntiqdir. Deyir Əlidə hansı təfəkkürün formalaşıb? Deməli hansı olacaq burada? Məntiqi. Məntiqi. Bəli, burada axı biz tənqidi və belə deyək də bir neçə o səmərəli yol deyirik, bir müzakirə, bir mövqe, bir dəyərləndirmə, nəsə belə bir şeylər varmı? Yox. Bax Xeyr, burada müəllimə. məntiqi, sadə yol ön plandadır. İlham ayaqqabı alanda deyirsən də bunu məntiqi insan. Tənqidi insan axı biraz daha ağır basır. Tənqidi düşüncə forması daha ağır basır. Hə, müəllimlər? Düzgün nəticə çıxarda bilir də Bəli, müəllim. səni sadədə bunu elə məntiqi olan hər bir insan deyəcək ki, bu ayaqqabının içi istidir, qışda ayağım isti qalacaq və ya yağış yağanda su keçirməyəcək, bunun materialı budur. Doğrudur. Amma maşallah, məsələn, mən düşünürdüm ki, bu testdə çox müəllimlərimiz tənqidi yaza bilər deyə düşünürdüm ki, səhvlik eləyə bilərlər, amma görürəm ki, əla, çoxluq demək olar ki, çoxluq deyəndə mən bir dənə Yasmin müəllimən tənqidi gördüm yazan. Müəllimə, Amma siz hansı? izahda axı demisiniz, məntiqi təfəkkür hansıdırsa. Aysa. Onlara ayrıca bir neçə nümunədən izah eləmişdim Bəli, bəli, izahda. izah eləmisiniz axı. Qarışdır, əla, afərin. Amma burada yenə deyirəm, gözləyirdim ki, tənqidi çox yazanlar olar, amma super. Afərin sizə. Yaxşı, keçirik üçüncü suala və vaxtımız getdi. Göndərin görək cavabları. Mhm, 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 mhm. Mhm, 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 mhm. YouTube'dan müəllimlərimiz sizlər də yazın. Aha, aha, aha. Mhm, mhm, mhm. Demək, çoxluq A yazın. İndi Bəli, heç izah verməyən müəllimlərimizdən biri izah versin ki, görək nə yazmısınız. Siz daha yazsınız yoxsa başqa nə? Kim izah vermək istəyir?
Verim müəllimə. Deyin Mən Sevda deyim. müəllimə. Deməli, burada soruşur ki, Ayselin dediyi məlumatlar Ramalın beynində şübhə yaradır və Ramal bu mövzunu araşdırmağa, dəlillər tapmağa çalışır. Ramalda hansı təfəkkür növü inkişaf etmişdi? Bu tənqidi təfəkkürdür, çünki o digər başqa yollar axtarır, səmərəli yollar axtarır. Ay Onun sağ. dediyi məlumatlar əsasında. O məlumatla əsaslanmır. Hı hı. Digər məlumatda araşdırır, görsün bəlkə başqa bir yenilik tapa, Ay başqa sağ. bir yol tapa bilər. Hı hı. Dəlillər. Razılaşmır onun dediyi. Ay sağ. Bəli, orada Ayselin müəllim. dediyi məlumatla razılaşmır Hı hı. və Hı başlayır hı. yollar axtarmağa. Bəli, orada aşağıda Amma müəllimlər də yazıb. Dəlillər, sübutlar, bəli. Bax, deyir Ayselin dediyi məlumatlar Ramalın beynində şübhə yaradır. Və Ramal bu mövzunu araşdırmağa, dəlillər tapmağa çalışır. Ramalda hansı təfəkkür növü inkişaf edir? Bax, məntiqi təfəkkür olsaydı, elə nədir? Sadə bir həll yolundan da belə deyək də razılaşacaqdı, düzdürmü? Amma tənqidi adi həyatdan da düşünək bir dənə müəllimlər. Tənqidi təfəkkürə malik insanlar, belə deyək də, məsələyə onların yanaşması biraz daha başqa cür. İndi həqiqətən də indiki dövrümüzdə tənqidi düşüncəli insanların sayı çox azdır. Düzdürmü? Çox azdır. Məsələn, məsələyə, problemə obyektiv yanaşmaq, qərəzsiz Faktlar yanaşmaq, olmalıdır, müəllim, düzdürmü? düzgün. Ay, Bəli, sən bəli. faktlarla dəqiq informasiyalar olmalıdır, faktlarla. Bəli. Sonra tənqidi düşüncəli insan özü düşünür ki, bəlkə də mənim yanaşmam yanlışdır. Yəni bunu da qəbul edə bilir. Düzdürmü? Bəli, araşdırır, dəyərləndirir, sübutlar tapmağa çalışır, amma hökmən qarşı tərəfə özün sübut eləməyə çalışmır ha. Sadəcə öz fikirləri üçün, öz yanaşması üçün sübutlar tapmağa çalışır, amma hökmən mən düzəm deyə də belə bir iddiası yoxdur. Ha. Onunla qarışdırmayın. Yaxşı. Bəli, doğrudur. Tənqidi yazanlara 1-5. Sonra keçirik dördüncü sualımıza. Salam, salam yeni qoşulan müəllimlərimiz. Qoy bir dəqiqə bunu aşağı verək. Hə, cavabı gördünüz. Təbrik edirəm sizi. Yazıqlar olsun. Cavabı gördünüz yəqin. Aha, yaxşı. Oxuyun dördüncü sualı. Amma hər öz yanaşmasını eləsin. Ya tez yazıb göndərməyin müəllimlər. Bunu da görüblər də müəllimə. Yox, hər öz yanaşmasına yanaşsın. İzah istəyəcəm onsuzsa. Hı hı. Leyla asan müəllimə. sualdır da. Öyrənəndən sonra rahat olur. Bu asan sualdır da müəllimə. Məncə də rahat. Ümumiyyətlə yaradıcını tapmaq rahat olur müəllimlər. Yazın görək. Onsuz bir Yeni, neçəsi yazdı. yeni Sualdır. ideya. Orada yeni sözü var, artıq bilirik ki, yaradıcıdır. Aysə, bəli, yaradıcını tapmaq çox da çətin olmur. Bax onu deyim sizə. Yaradıcını tapmaq elə də çətin olmur. Bəli. Deməli, indi bu suala kim izah verir? Nə üçün? Çünki deyir ki, nə deyir burada? Yeni, nə? Bu problemi aradan qaldırmaq üçün yeni fikir təklif Yeni edir. yollar, yeni fikir. Aha, doğrudur. Fərqli yollar da tapa bilmək İcad edir. Doğrudur, bəli. Bəli. İndi Yeni mən ideya. doğrudur, bəli. İndi bir dəqiqə bu ekran paylaşımını saxlayıram. Qoy o biri sualı belə eləyim, görüm cavabı görsənəcəkmi o birisinin. Dördüncü, sonra hanım? 5. Bir dəqiqə məni gözləyin. Çünki istəmirəm ki, cavabı görəsiz. Bir dənə vuran kimi də maşallah hamısı cavab baxır. Bunu belə eləyəndə görsənməyəcək. Bunu da belə eləsək görsənəcəkmi? Yox, görsənməyəcək. Əla. Hə. Demək belə. İndi ekran paylaşımını davam elətdirirəm. Çünki dedim qoy birdən sualı yoxlayım, görüm əgər görsənəcəksə cavabları qaralayım. Aha, demək indi keçirik 5-ci suala və vaxtınız getdi. YouTube'dan olan müəllimlərimiz, zəhmət olmasa canlımızı bəyənin. Göndərin 5-ci sualın cavabını. Yəni elə bu da yaradıcıdır da. Ay, sağ olun. C, Bəli, C, bəli, C, bəli. C.
Yenə də dediyimiz kimi yaradıcını tapmaq çox vaxt çətin olur. Bəzi hallarda ola bilər indi biraz, amma yaradıcını çox vaxt tapmaq rahat olur. Yenə də deyir ki, şagird sinif otağını yeni il tədbiri üçün şagirdlər sinif otağını yeni tədbir üçün bəzəyirlər. Bu zaman qeyri-adi üsullardan istifadə. Yəni bilinən ənənəvi yollardan yox da, qeyri-adi nəsə. Hə? Doğru. Müəllimə, mən bir iş görəndə mən kiminsə əl işinə baxıb hazırlamıram. Yəni öz fikrimi ortaya Ay sən. çıxartdım. Bir Bax, yaradıcılıq qoyursunuz bəli, ortaya. öz Hı hı. təfəkküründən öz fikrini üzə çıxartmaq. Bax, Doğru. əsas budur yaradıcı təfəkkür. Doğru. Demək indi 6-cı. D variantında da məntiqi idi cavab. D yazsanız, çünki cavab görsənəcək, ona görə çox qaldırmadım sualı. Aşağı salmadım. 6-cı sualda D variantında onsuz tənqidi A-dadır, C-də yaradıcıdır, D-yə də qalır məntiqi. Məntiqi düşünsəniz D yazarsınız 6-cı sualda. Nəvai müəllimə, siz bizim kurikulum qrupundasınız. Niyə YouTube-da yazırsınız? Gəlin Zoom-a. Axı siz Zoom qrupunda varsınız. Mən sizi müzakirə qrupuna əlavə eləməmişəm, Nəvai müəllimə. Vay Müəllimə vay. mənim gəlmim diyor. Dünən bilmişəm ki, Sevda müəllimə, Nəvai müəllimə Hə, qoşuldu kurikulum qrupumuza. Deyir ki, bəli, bəli. Sevda müəllimənin gəliniyim. Deyirəm, ha, doğrudan bilmirdim, dünən bilmişəm. O, Hə. Sevda müəllimə, hə, siz sual oxuyun, mən göndərəcəm. Vay vay, Nəvai müəlliməni izahlara əlavə etmişəm, testə əlavə etmişəm, yəqin müzakirə əlavə etməmişəm. O da gedib YouTube-dan bizə cavab yazır. Bir dəqiqə, bir dəqiqə. Siz testə baxın. Müzakirə yadımdan çıxıb əlavə eləməmiş. O, yazıb deyir, mən dərsə qoşulmuram, YouTube-dan izləməliyim, vay vay. Dərsə girəndən sonra yazıram. Maraqlı məqamdır, hə? Gəlin qaynana eyni qrupda. Bəli, bəli. Hə, hə. Göndərin altının cavabını. Həmçinin Nəvai müəllimə texnologiyadan yanvar qrupumuza yazılıb. İnşallah yanvarda başlayacağıq onlarla. Altıda görək nə İnşallah. yazmısınız. Aha, demək, D. Hə, noyabr qrupuna yadımda Leyla müəllimə. Dünən Burada mesajlara baxa D bilməmişəm. görünür, amma müəllimə məntiqi olmalıdır da. Bəli, bəli. Bayaq qeyd etdim ha. Dedim məntiqi yoxdur, məntiqi D-dədir. Çünki D-ni qaldırsam cavabı görəcəksiniz. Bəli, sadə yolla. Aha, indi gəlin baxaq. Kim izah vermək istəyir? Heç izah verməyən müəllimlərimizdən biri izah eləsin. Hı? Heç izah verməyən. Nərmin müəllimə səs açıb. Deyin Nərmin müəllimə. Xala müəllim, Bəli, bəli. mən burada mən belə fikirləşirəm. Səbəb nəticədə, yəni səhv anlayıb, ona görə də cavabını səhv yaz. Əla. Bəli. Başqa kim necə yanaşıb? Bəlkə biri deyəcək, mən başqa mövqedən yanaşmışam. Deyin görüm hələ. Hı? Yaxşı, susmaq razılıq əlaməti. Deyir, müəllimin verdiyi izahı yanlış anlayan Əlinin testinin də cavabı yanlış olmuşdur. Təfəkkürün növü. Baxın, deməli deyir ki, müəllimin verdiyi izahı yanlış anlayan Əlinin testinin də cavabı. Burada bir səbəb-nəticə əlaqəsi var. Düzdürmü? Baxın, səbəb-nəticə əlaqəsi ən çox məntiqidə ön plandadır. Düzdür. Bəzi hallarda yaradıcıda lap xırdalığa gedəndə çıxa bilər üzə, amma demək olar ki, 90% məntiqidədir səbəb-nəticə. Niyə? Səbəb deyir ki, cavabı da yanlış olub. Nəticədir cavab. Səbəbi nə idi? Çünki bu onsuz izahı yanlış anlayıb. Düzdürmü? Əla. Çoxluq da Müəllimə. demək olar düz yazıb. Salam Nəvai müəllimə, xoş gəldiniz. Bəli. Kim idi? Nəsə müəllimə dedi, deyəsən yoxsa yox? Yaxşı. Keçirik növbəti sualımıza. Afərin. Hələ ki təfəkkürü yaxşı tapırsınız müəllimlər. Hələ ki yaxşıdır vəziyyətimiz. Deməli 6-da oldu D variantı. 7-ni də ehtiyatla qaldırdıq. Cavabı görməyəsiniz. Cavabları orada sonra izləyəsiniz deyə sizə görə qeyd eləyirəm. Ona görə cavablar biraz qaldıran kimi görürsünüz. Diqqətli olun ha, bu sual da maraqlı sualdır. Görək indi kimlər? Burada da biraz, yox deməyim, qoham tapsın ondan sonra deyəcəm.
Görüm kim o məqama diqqət eləyəcək. Mhm. Yaxşı, göndərin cavabları. C, C, D, 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 C. Çoxluq C yazıb. D. 3-4 dənə D yazanlar var. C. Görün hansı daha ağır basır. Hmm. Salam müəllimə, hər Salam vaxtınız. Təbriz müəllim. Deyəsən gec qoşulmusunuz. Gecikdim biraz. Hə, eyb yox. Dərsin əvvəlinə müzakirə qaydını göndərəcəm, oradan baxarsınız. Yaxşı. Biz 7-ci sualdayıq. Oldu. Aha, deməli C. C çoxluq təşkil edir. Yaxşı. İndi gəlin bu sualın dərsin kaydı gedir. Bəli, bəli, dərsimizin kaydı gedir. Kim izah vermək istəyir? Heç izah verməyən müəllimlərdən biri. C yazanlar afərin. Kim izah vermək istəyir? Müəllimə, vereyim müəllimə. Deyin Güllü müəllimə, buyurun. Müəllimə, Əli yeni biznes qurmaq istəyir və dostu Samirlə məsləhətləşir. Samir bu işin risklərini, necə gəlir vəd edəcəyini, digər məqamları araşdırır, dəyərləndirir. Samirdə inkişaf edən təfəkkürün növü. Burada məsləhətləşməsi o tənqidi təfəkkürdəki pillələr var idi 5 dənə. Oradakı Aha. ünsiyyətdir də. Birinci araşdırırdı, problemi tapırdı, sonra başqaları ilə məsləhətləşirdi. Daha sonra isə sonrası nə edirdi? Təhlil edirdi. Aha. İndi həmən o məsləhətləşmədə, yəni ünsiyyət mərhələsidir burada. Həm də tənqid etməkdir. Tənqidini götürmüsünüz. Afərin. Aferin. Tənqidi götürənlər doğrudur. Burada qala bilərdi müəllimlərimiz yaradıcı və tənqidi təfəkkür arasında. Burada D-dən söhbət gedə bilməz. Məntiqini qoyuruq qırağa. Burada çoxluq qalmalı idi. Yaradıcı və tənqidi təfəkkür arasında. Düzdür, çoxluq da tənqidi yazdı, amma bir neçə D yazanlar da vardı. Burada məntiqilik hələ ki bir şey yoxdur. Çünki bu məntiqidən üst səviyyədir. Aha, Hə, deyil. Elə bir çaşdım. Elə bildim mən tənqidi D variantındadır. Ona görə D-ni yazdım. Yoxsa belə tənqidi Aha. görmür. Aha, lap yaxşı. Demək, müəllimlər, burada doğru C yazanlar doğrudur. Burada məntiqini keçib artıq bu fikir. Tam dinləməmişəm köhnə bir işlər. Məsələn, eyb yox Nəvay müəllimə, izləyərsiniz inşallah. Yaxşı dərsin kayıtlarını göndərəcəm hamısını sizə. Deməli, deyir ki, Əli, gəlin baxaq. Əli yeni bir biznes qurmaq istər. Başqa kim izah vermək istəyir? Bəlkə siz izah verin, sonra mən izah verim. Başqa kim öz fikrini bildirmək istəyirsə buyursun. Bu maraqlı sualdır, iki başlı sualdır bu. Başqa kim izah vermək istəyirsə buyursun. Yoxdur izah vermək istəyən? Müəllimə, burada Bəli. elə bir məsləhətləşir də, o münasibət bildirməlidir də. Yəni Aha. münasibət bildirmək, onu əsaslandırmaq, bir Hı neçə -hı. səmərəli yoldan istifadə eləmək tənqidi təfəkkürə aiddir. Aha, siz də belə yanaşmısınız, Bəli, olsun. bəli. Başqa kim? Başqa kim izah vermək istəyirsə buyursun. Demək, belə, yaxşı. Gəlin indi oxuyaq bir də. Deyir, Əli yeni bir biznes qurmaq istəyir və dostu Samirlə məsləhətləşir. Samir bu işin risklərini, necə gəlir vəd edəcəyini, digər məqamları araşdırır, dəyərləndirir. Samirdə inkişaf edən təfəkkür növü. Baxın, burada yeni sözü bizi çaşdıra bilərdi. Diqqətlə oxumayanlar, axıra qədər diqqətlə oxumayan tezkən yaradıcıya qaça bilər. Biraz da risk sözüdür. Deməli, bax, yeni bir biznes qurmaq istəyir və dostu Samirlə məsləhətləşir. Axı, ardına baxın, deyir Samir bu işin risklərini. Axı, Samir özü nəsə bir yeni bir ideya çıxartmayıb ortaya. Yeni bir biznes, yeni nəsə yaratmayıb. Sadəcə Samir nə edir burada? Sistemli şəkildə həll edir, araşdırır, dəyərləndirir, varsa tənqidi. Bəli. Samir bu işin deyir risklərini, necə gəlir vəd edəcəyini, digər məqamları araşdırır, dəyərləndirir, nə bilim təhlil edir, nəticə çıxarır. Deməli bu yaradıcı deyirəm, tənqidi təfəkkürə sahibdir də bu.
Düzdürmü? Bəli, bəli, bəli. Bir o problemin həlli üçün araşdırma, öz mövqeyini ortaya qoyacaq bu nəticələr, deməli, bu araşdırdığı nəticələrə əsasən. Düzdürmü müəllimlər? Deməli, Faktlarla, faktlarla. bəli, bəli. Demək, tənqidi yazanlar doğrudur müəllimlər. Afərin. Çoxluqdakı tənqidi yazmışdı. Əla, yaxşı gedirsiniz. Maşallah göz dəyməsin. Aha, maşallah göz dəyməsin. Hı Cavablar -hı. görüldü. Cavabı gördünüz. Nəysə, amma hər öz fikrin. E, İzah verəcəksiniz sonsuzda. Görək niyə hansını götürürsünüz. Tənqid. Hər öz fikrin yazsın, ha. Göndərin görək hələ. A bəndə olmalıdır mənim. C deyim. A-da yazanlar var, C-də yazanlar var. Bir dənə D-də gəldi. C çoxluq təşkil eləyir. C çoxluq təşkil eləyir, amma A yazanlar da var. YouTube-dan izləyən müəllimlərimiz siz də yazın görək. Uğur Mələş yazıb C. Digər müəllimlərimiz niyə yazmır? O alt yazını YouTube-dan söndürmək olmur, müəllimlər. Bilmirəm bu niyə belə eləyir. Bax yazılıb alt yazı kapalı, amma yenə də gedir alt yazı, bilirəm. Bunun gərək vaxt eləyim bir dəfə baxam görəm axı bunun səbəbi nədir? Alt yazı gedir orada. Yaxşı, çoxluq C yazdı. Burada C, bu sual iki başlı sualdır. Baxmayın ki, balaca asan görsənir. Burada C yazanlara bir ulduzlu 5 düşür. C yazanlara. İndi C yazanlardan biri izah versin, ondan sonra mən öz izahımı verəcəm. Kim izah vermək istəyir? Mən deyim, müəllimə. Deyin Yasəmən müəllimə. Deməli, burada sinif rəhbəri Aysel və Nuray arasında olan mübahisənin səbəblərini müəyyən etmək üçün hər iki tərəfi dinləyir. Burada səbəb-nəticə əlaqəsi var da müəllimə. Yəni səbəbi nədirsə, mübahisənin səbəbi nədirsə, ona uyğun nəticə çıxartmaq. Yəni Ay, faktlar arasında mühakimə yürütmək. ay, sağ olun. İndi buna mən özüm izah vermirəm. Bilirsiniz niyə? Buna bənzər bir sual da salmışam. İndi o suala da baxın, sonra qayıdacam bunun izahını verəcəm. Çünki indi izah versəm siz o sual tez tutacaqsınız. Burada C yazanlar doğrudur, amma birazdan qayıdıb buna izah verəcəm. İndi baxaq 9-cu suala. Göndərin 9-un cavabını. Aha, aha, aha. Bax 9-da hamısı o dəqiqə tapıb ki, burada B idi. Bəs niyə 8-də səhv eləyənlər oldu?
Aha, aha, aha. B, 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 əla. Bax, bu sualın ikisini qəsdən özüm arda-arda qoymuşam. İndi gəlin keçək izaha. Baxın. Deyir ki, 8-də müəllimlər. Sinif rəhbəri Aysel və Nuray arasında olan mübahisənin səbəblərini müəyyən etmək üçün hər iki tərəfi dinləyir. Baxın, burada məntiqidir. Niyə məntiqidir? Burada tənqidi yazanlar, tənqidi B-dədir. 9-dadır, B nə idi? 9-dakı kimi olsaydı sizdən razıydıq. İndi gələcəm 9-a da. Burada sinif rəhbəri, burada bax, birinci bunu deyib. Bir mübahisə var ortada. Bir mübahisə. Sinif rəhbəri bunları dinləyir, səbəbləri müəyyən eləmək üçün. Ki, yəni bir nəticəyə gəlmir. Bax, hələ deyir ki, bunları dinləyir. Sinif rəhbəri öz mövqeyini ortaya qoyubmu bu 8-ci sualda? Öz fikirlərini, nə bilim, müzakirə bir mövqe varmı ortada? Xeyr. Burada sadəcə bir mübahisə var. Bax, səbəb var. Nəticə odur ki, mübahisə var. Bəs bunun səbəbi nədir? Bu səbəbi müəyyən etməkdən ötürü sinif rəhbəri dinləyir. Bu əlaqəni tapmaqdan ötürü. Bəli, burada məntiqi yanaşmadır. Səbəb nəticə. Amma indi 9-a baxandan sonra deyəcəksiniz ki, belə olanda tənqidim. Şimdi baxaq. Valideyn iki övladı arasında olan mübahisəni dinlədikdən sonra onlarla müzakirə aparır və öz fikirlərini bildirir. Burada artıq nə oldu? Valideyn öz mövqeyini, öz fikrini, nə bilim, qoydu ortaya. Deməli, bu hansı yanaşma olacaq müəllimlər 9-da? B yazanlar doğru. Bax 9-u demək olar ki, hamı düz yazdı. Başqa versiya görmədim. Bəlkə də kimsə bir dənə yazıb gözündən qaçıb. Amma 9-u hamı düzgün tapdı. Amma 8-ə səhv eləyənlər oldu. İndi başa düşdük müəllimlər. Səhv eləmək qorxulu deyil. Mən hər zaman deyirəm. Bu kurikulumda indi elə müəllim var, yeni başlayıb, təzə öyrənir. Lap olsun əvvəlkilər öyrənir. Fərq eləmir. Əsas odur səhv eləsək də onun üzərindən öyrənək. İndi fərqi anlaya bildikmi? Gələn dəfə artıq bu tipli test düşəndə biz daha diqqətli olacağıq. Bax deyir, sinif rəhbəri Aysel və Nuray arasında olan mübahisənin səbəblərini müəyyən edin. Nəticə nədir? Bir mübahisə var ortada. Nəticə odur ki, bir mübahisə var bunlar arasında. Bəs bunun səbəbi nədir? Hələ bunu müəyyən etməkdən ötürü dinləyir. Adi bir məntiqi düşünmə, təfəkkürün növü. Burada bir məntiqi yanaşma var. Amma öz mövqeyini müzakirə apardı, nə etdi, nə etdi? Mən dayandırıb oxuyuram. Aha, lap yaxşı. Deməli, burada olacaq artıq tənqid. 9-u hamı düz yazdı. Deməli, belə. Maraqlı suallar idi, hə? Görürsünüz, test üzərindən tətbiq əladır. Həqiqətən əladır. Yoxsa indi durub birinci saysaq ki, məntiqi budur, tənqidi budur, amma gəlib testə səhvlik gedir. Amma testin üzərindən başa düşürük ki, hə, belə situasiya olanda bu məntiqi yanaşmadır, tutaq ki, məntiqi təfəkkürdür. Bu belə olanda yaradıcıdır, bu belə olanda nə bilim digəridir. Yaxşı. Baxırıq 10-cu sualımıza. O 9-un cavabı idi. D-də də ikili cavabdır. D-ni göstərmirəm, çünki bunlar da elə qoymuşam ki, cavab əsas birini seçməyə yönə çəkmişəm. Müəllimə D-də nə yazılıb? D-ni heç variantı. görməsəniz də olar. Burada A, B, C üçündən birini seçməlisiniz. Yaxşı. Göndərin.
YouTube'dan yazan müəllimlərimiz, siz yazanda nömrələyin. Yaxşı, çünki burada müəllimlərimizə vaxt qoyuruq. Siz orada bəzən tez göndərsiniz. Yazın məsələn 10, tutaq ki nədir, 9 nədir, 11 nömrəsini qoyun. Baxaq görək müəllimlərimiz nə yazır. Onda çoxluq A yazıb. Hə? Hə, belə neçə cavab görsənmirmiş. Yaxşı. Demək, onda A. Doğrudur. Afərin sizə. İndi müəllimlərdən biri, heç izah verməyənlərdən biri atsın səsi izah eləsin. Nərmin müəllimə yazıb, sistemli ardıcıl deyirsə bu məntiqidir. Siz elə yanaşmısınız. Sonra başqa kim, niyə A götürmüsünüz? Hə, müəllimlər. Digər müəllimlərimiz. Başqa kim izah vermək istəyir? Biriniz aça bilərsiniz səsi. Mən də A Cədvəl götürmüşəm müəllimə. Niyə Burada A? yəni məntiqi təfəkkürün düşünmə formaları, sistemli və ardıcıl. Yəni imtahana, yəni ardıcıl, yəni sistemli və ardıcıl mən ona görə götürmüşəm məntiqi təfəkkür. Yəni onun məntiqi təfəkkür düşünmə formalarında var. Ardıcıl, sistemli. Burada müəllimə sadə Sən yox. sistemli, yəni hər tərəfli düşünmədir. Ardıcıl isə yəni pillə-pillə. Aha. Siz elə yanaşmısınız, yaxşı. Başqa kim? Məntiqlə yanaşır, nə var? Müəllimə yazıb. Sonra başqa izah vermək istəyən var. Şəhla müəllimə nəsə deyirdi. Müəllimə, burada sadə yolla həll eləmək üçün də özü bir Bəli. cədvəl qurur. Sadə Hı. yolla işini həll eləmək üçün. Aha, doğru. Gəlin indi baxaq. Düzgün yanaşmadır. Deyir ki, əli imtahanda uğur qazanmaq üçün özünə sistemli və ardıcıl şəkildə bir cədvəl qurur. Sadəcə bu bir məntiqi düşünmədə. Deyir sistemli və ardıcıl şəkildə. Burada tənqidilik bir baxın, nəsə varmı? Və ya da ki, yaradıcılıq bir nəsə mövqeyi varmı ortada? Hə? Xeyr, müəllim. Xeyr. Sadəcə deyir, əli imtahanda uğur qazanmaq üçün da ki, sertifikasiyaya hazırlaşırsınız və ya da ki, ÜMİQə. Hə? Özünüz üçün bir plan qurursunuz da, belə deyək, bir cədvəl qurursunuz, gün rejiminizi bölürsünüz. Düşünürsünüz ki, mən nə bilim, günün bu qədər saatını belə dərsdən məşğul olmalıyım, belə etməliyim. Artıq bu nədir? Adi, sadə məntiqdir. Həm də səmərəli düşünən şagird bacarığıdır. Aha. Səmərəli yox, səmərəli. Səmərəli yox, sadə. Tənqidiyə aiddir. Səmərəli Həm də sadədir da müəllimə. Sadə, bəli. Düşünmə Yəni özü üçün, bacarığıdır. özü üçün Hı. demək istəyirsiniz də səmərəlidir. Şagirdin Yəni hər özünün uğur bacarığı qazanması üçün özü bunu üçün. eləyir. Yəni adi məntiqdən. Bəli. Bəli. Demək, burada olacaq məntiqi. Doğrudur. Keçirik növbəti Hı. suala. İndi təfəkkürə aid suallarımız bitdi. İndi keçirik biraz məntiq xətalarına. Düzdür, məntiq xətalarına aid demək olar ki, mən izahda hər birinə aid nümunə demişəm, izah da eləmişəm, amma indi yenə də biraz da suallar əlavə eləmişəm bu sınağımıza da. Bəli. Bir dəqiqə görək cavabını görə bilərsinizmi? Cavabını. Boş adam xətasıdır orada. Burada cavablar biraz desən görsənəcək. Bir dəqiqə gözləyin müəllimlər. Aha. Sirkulyar. Göndərin gəlsin. Mən elə bilirəm ki, çox çətin deyil. Müəllimə C-dir də bu. Aha. Sirkulyar arqument. Evet. Niyə C idi? Çünki müəllimə, burada sirkulyar arqumentdə elə bil ki, təkrarlamaq var. Ay sağ ol. Eyni Ah, fikirdə. Hə, bəli, o elə bil ki, dediyin başqa bir yeni fikir yoxdur da, ancaq təkrarlamaqdır. Mən belə başa düşürəm. bəli. Məsələn, tutaq ki, izahda da demişik və yaxud da ki, başqa bir versiyada deyə bilərik ki, bu kitab maraqlıdır deyirik. Bu kitab maraqlı olduğu üçün oxuyuram. Hə? Nə Eyni oldu? söz Eyni şeylər təkrarlanır. təkrarlanır. Bəli. Yeni Mən bir ideya olsaydı, müəllimə bağışlayın. Deyil, Yeni bir deyil. ideya olsaydı, onda Hı. başqa bir
yəni məsələyə yer verərdik. Amma burada elə bil ki, eyni sözü təkrarlayır. Təkrarlayır, bəli, doğrudur. Hə? Yenilik yoxdur. Heç bir yenilik yoxdur. Demək belə və ya da ki deyirik ki, spirtli içkilər sağlamlığa ziyandır. Nə bilim digər qarşı tərəf də deyir ki, spirtli içki sağlamlığa ziyan olduğu üçün mən içmirəm. Hə? Ay, sağ olun, bəli, bəli. Bəli, yenə də Amma eyni. Hı-hı. orada desəydi ki, onun nələri, hansı orqanlara ziyandır, onu içmək deməli hansı orqana təsir eləyə bilər, o başqa olardı. Hı-hı. Başqa. Amma burada eyni söz təkrarlanır. Bəli. Firəngiz müəllimə deyir, tutuquşu kimi yadda saxlamışam. Olar, çünki niyə təkrarlayır da tutuquşu kimi təkrarlayır. Sirkulyarda, bəli. Deməli, belə. İndi keçirik nəyə? 12-ci sualımıza. Müəllimə görmürük, ancaq A variantını görürük. Doğrudan məndə hamısı görsəndi, axı sizdə niyə görsənmədi hamısı? Görünür axı müəllimə. Görünür müəllimə. Hə, Heç- görünür. Hə, Görünür. Hı-hı. Tez yazmayın da müəllimlər. Tezkən yazılır ha. Məntiq xətalar rahat gəlir bax onlara. Tezkən yazıb göndərirlər. Niyə tez göndərirsiniz ki? Xeyir ola. Qoy müəllimlər də fikirləşsin. Yox, bir də tez göndərməyin də xahiş edirəm. YouTube'dan müəllimlərimiz sizlər göndərə bilərsiniz. Çünki Zoom müəllimlərimiz sizin yazdıqlarınızı görmür. Yaxşı, B yazmısınız. Gəlin biraz izah verək. Kim izah vermək istəyir? Niyə B-dir? Heç izah verməyən müəllimlərdən biri atsın səsi. Heç izah verməyən müəllimlərimizdən biri atsın səsi. Nə qədər? 40 müəllim var hardasa Zoom'da. Digər müəllimlərimiz hardadır görəsən? Niyə qoşulmayıblar? Haralardadılar görəsən? Hı? Müəllimə, mən Düşə izah verə bilərəm. Görüm indi başqa izah vermək istəyən varmı Şəhla müəllimə? Mən deyim cavabını. Deyin Xəyalə müəllimə. Asant gəldi deyim. Mhm. Mən şagird deyir, mən bu mövzunu başa düşməmişəmsə, deməli heç kim başa düşməyib. Hansı məntiq xətasına yol verilmişdir? Demək həddindən artıq ümumiləşdirmədi müəllimə burada. Bəli, bəli. Yəni bütün qrupa aid etmək düşüncə Bəli, orada. bəli. Yəni bir Bəli. nəfərə görə hamını bacarıqsız eləmək olmaz. Bəli. Amma məsələn, bir nəfərə görə Mhm. yəni onu özündə görmək, bir şamil eləmək olmaz da müəllimə, belə Bəli. deyil. Bəli, bəli, bəli. Artıq Sinifə burada təbii şamil ki. eləmək olmaz. Mhm. Burada artıq həddindən artıq Ümumiləşdirmə. ümumiləşdirmə. Bəli, doğrudur. Keçirik növbəti sualımıza. Şəxsi qərəz. Şəhla müəllimə səsiniz gəlir ha. Cavabı eşidirik. Şəhla müəllimənin mikrofonu bağlamaqdan arası yoxdur. Mən hərdən mikrofonumu bağlayıram, bir də görüm yeni açır. Şəhla müəllimə yeni açır. Aha. Mikrofonu bağlayıb uca səslə oxuya bilərsiniz. Problem deyil. Elə müəllim var ki, uca səslə oxuyur. Mhm. Göndərin gəlsin. C, 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 C. C, 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 C. Yaxşı, afərin. Demək, müəllimlərdən biri atsın, səsi izah versin bizə. Görək şəxsi qərəzlikdə nələr önə çəkilirdi. Kim izah vermək istəyir? Mən deyim, Deyin Nihal müəllimə. burada deyir ki, valideyn bildirir, bu müəllimin dərs metodunu bəyənmirəm, çünki gənc və təcrübəsizdir. Burada belə deyək də, fikir yox, elə bil ki, şəxs hədəfə alınır da. Yəni Mhm. öz şəxsi qərəzliyini bildirir də burada. Ay, Yəni sən doğru. müəllimə belə deyir. Müəlliməni bəyənmirəm, çünki gənc və təcrübəsizdir. Ay, sən Yəni doğru. cavabı olacaq, bəli, şəxsi qərəzlilik. Bəli, yəni əsas mahiyyət, əsas fikir qalıb qıraqda. Bu müəllimin dərs metodunu bəyənmirəm. Hə, niyə bəyənmirsən, onun səbəbini deseydin, bu başqa söhbət. Amma deyir ki, birbaşa şəxsi hədəf alır ki, deyir ki, çünki gənc və təcrübəsizdir.
Hə? Bəli, Demək, müəllimə. Burada elə bəli, bil ki, əsas mövzu qalır kənarda da. bəli, O doğrudur. necə Yəni, xarakteri, görünüşü, şəxsiyyəti, yəni mühakimə eləyir bəli, bəli, bəli. Əsas fikir qalıb qıraqda. kənarda. Bəli, Doğrudur, bəli. bəli. İndi keçirik növbəti son suallarımıza. Deyəsən 15 sual olmalı, səhv etmirəmsə. Bunun D-si yəqin aşağı düşüb. YouTube müəllimlərimiz canlımızı bəyənin görək. Ne? Səadət müəllimə səsi açıqdır. Kimdən sordu? Hə, bağladı. Aksiyona göre Səadət müəllimə mikrofonunuz açıqdır. Aha, bağladım. Ona görə deyirəm, amma mikrofonları bağlı saxlayın. Uşaqları döyüb söyəndə də qoy bizə səs gəlməsin. Hə, bağlı saxlayın mikrofonlarınızı. Göndərin görək. B yazan kim idi? Əvəz-əvəzzadə hansı müəllim idi? Öz adından girməyində tanıya bilmirəm. Özünü bənzətmək gəldi. Özünü bənzətməklə cəmiyyət tərəfindən qəbul etməyin bir fərqin demişdim, edilməyin. YouTube'da izahda. Demişdim ki, bunların bir fərqi var ki, bax, məsələn, müəllimlər qarışdıra bilər özünü bənzətməklə cəmiyyətlə, amma bunlarda bir fərq var. Müəllimə deyim o fərq nədir? Toplumdur. Hamı Ay, sağ toplum. olun. Yəni Aferin sizə. feministlər, hə, mən də eləməliyəm. Yəni o səhv fikirdir. Ay, sağ olun. Cəmiyyət tərəfindən qəbul edilməkdə nə var? Hamı, toplum. Yəni Ay, sağ elmsən. olun. Bax orada. Bəli. Hə, Orada bax. bir çoxluq var. Hə? Çoxluq, Ay, çoxluq. sağ. Toplum, Demişdik ki, toplum bax, ona deyilirdi. bəli, aferin, bax, diqqətli olmusunuz. Deməli, demişdik ki, izahda da, əgər nəsə bir nəfərdən söhbət gedirsə, bu çox vaxt özünü bənzətməyə aid olur. Yəni o özünü Kiminsə Təbii- geyindiyini məsəl üçün Aha. bənzədir. O bir nəfərə aiddir. Kimsə geyindiyini özü bəyənirsə, Bəli. Aha, bəli. bu hamı tərəfindən. Amma cəmiyyət tərəfindən qəbul çoxluq söhbəti var orada. toplum Doğrudur. Bəli. Bax, indi burada deyir. İndi dəri çantalar dəbdədir. Hər kəs dəri çanta götürür. Deməli, mən də dəri çanta almalıyam. Hə? Bu artıq nə oldu? Cəmiyyət tərəfindən qəbul edilmək. Doğrudur, bəli. İndi keçirik. Deyəsən, sonuncu sualımız olmalıdır. Cavabı da gördünüz, maşallah sizə. onsuz da izah eləməliyik də müəllimə. Hansı izahın verməz, bəli. Palasa bürün ellə sürün, bununla da yatan, bəli, bəli, doğru. Aha. Bu boş adam xətasıdır. Elə yazın gəlsin, sonuncu sualımızdır. Müəllimə B-dir. B deyirsiniz. B. Bəli. Sonra hamı B yazıb onsuz da aferin. Heç izah verməyən müəllimlər boş adamı ümumiyyətlə boş adam xətasını izah eləsin. Niyə? Müəllimə, İzah eləyin Firəngiz müəllimə. müəllimə, burada deyir ki, dərslərdə müasir texnologiyalardan istifadə daha faydalıdır. Demək istəyirsən, dərsliklərə ehtiyac yoxdur. Məntiq xətasının növü hansıdır? Boş adam məntiq xətasında boş-boş suallar verir, elə bil ki. Mən burada ona görə tapıram bunu. Boş adam məntiq xətasında sual işarəsi olur. Aha. Yəni burada elə bil ki, sualı sənə qaytarır. Isə oradan tutursunuz siz. O da olar. Mən də belə tuturam, olarmı deyim? Deyin. Bu elə bir ki, diqqəti əsl məsələdən yayındırır. Yayındırır. Elə bir ki, Əsas məsələ kənarda öz mövqeyi ilə uyğunlaşdırır da, yəni öz sözləri ilə deyir də, öz fikri ilə. Amma diqqət əsas məsələdən yayındırır. Yəni o nə deyir, bu nə deyir. Boş suallar verir də, yəni. Bəli. Başqa istiqamətə yönəldir. Başqa istiqamətə. Doğrudur, bəli. Məsələn, başqa bir test də deyə bilərik. Tutaq ki, deyirəm ki, şagird deyir ki,
Məsələn də ümumiyyətlə şagirdlərin nəticələri təkcə qiymətləndirməyə əsaslanmamalıdır. Tutaq ki, imtahan nəticələri təkcə qiymətləndirilmə üsulu ilə nə bilim aparılmamalı. Təkcə buna köklənməməlidir. Digər də qayıdıb deyir ki, nə demək istəyirsən? Onda testlər ləğv olunsun. Hə? Bu nədir, o nədir? Aysa bax bu deyir ki, yəni təkcə qiymətləndirmə misal üçün də təkcə summativ əsaslanmamalıdır. Misal üçün deyirəm. Və yaxud da ki, nəyəsə də ümumiyyətlə. Amma o birisi də deyir ki, nə demək istəyir? Ümumiyyətlə imtahanlar ləğv olunsun. Getdi tamam fikir başqa bir yerə. Hə, Bəli. yönəltdi başqa yerə. Doğrudur. İndi testlərimiz bitdi. İstəyirəm ki, biraz da keçək müzakirələrə. Düzdür, testin içindən olsa müzakirə eləyirik. Bax, məntiqi, tənqidi. Bu xətalar məncə rahatdır. Elə də çətin deyil. Və yenə deyirəm, izahın içində də hər birinə aid nümunə demişəm. Düşünürəm ki, elə o izaha baxanın orada beyninə, yaddaşına həkk olunacaq. İndi də keçək biraz da məntiqi, tənqidi və yaradıcı təfəkkür haqqında biraz bəzi suallarımızı cavablandırın görək. Demək, məsələn, o hansı aşağıdan adların yaza bilərsiniz. Yaxşımı müəllimlər? Məntiqi, tənqidi, yaradıcı. Bax, testdə tətbiq çox rahatdır. İnsanın beyni açılır. Kimlər də hansı suallarda səhv eləyibsə, mən hər dəfə deyirəm, üzülməyin ki, mən bunda səhv elədim. Xeyr, testin üzərindən səhv eləyib öyrənmək özü bir metoddur. Bax, bunu unutmayın. İndi kimisə çox səhvə çıxıb zaten, amma demək olar ki, çoxluq yaxşı yazır da. Məsələn, heç, təfəkkürün növləri, bu xətaları qoyuram qırağa. Təfəkkürün növlərin belə çoxluq maşallah düz yazdı. Bir-iki suallarda oldu ki, bəziləri hər səhv yazdı, amma çoxun yaxşı yazmısınızsa, deməli bazada nəsə var artıq. Gəlin biraz suallar verək. Nə? Məsələn, deyirik ki, ən çox deməli, o təfəkkür növündə ən çox səbəb-nəticə əlaqələri öndədir. Problemin sadə həll yolları öndədir. Bu hansı olacaq? Biraz Məntiqi. suallar verək. Aha, amma test əsası deməyin də Şəhla müəllimə, qoy müəllimlər yazsın. Hə? İndi məntiqi təfəkkür yaxşı, doğru. İndi məntiqi təfəkkür haqqında kim öz fikirlərini bildirmək istəyir? Kim necə yadda saxlayıb, kim müzakirə eləmək istəyirsə səsi atsın. Bax, məntiqi təfəkkürdə nələr öndədir, başqa necə yadda saxlamısınız, nə var idi orada, nə yox idi? Kim deyər bizə? Var Ruhani müəllimə. Salam Zemfira müəllimə. Tamam. Aha, demək istəyirsiniz? Bəli. Deyin. Məntiqi təfəkkürdə gördüyü bir işin asan yolla problemini həll etmək, elə asan gördüyü asan cavabını vermək. Ay sağ ol. Birindən bir yoldan, düzdürmü? Məsələn, ta ki, buna Bəli. misal da çəkmişəm izahda. Deyirəm ki, ta ki, telefonunun zaryadkası bitir, enerjisi bitir. Sizə bir problem qoyduq ortaya. Siz məntiqi təfəkkür əsaslansanız nə bildirəcəksiniz? Hansı fikir irəli sürəcəksiniz? Ən Deyəcəksiniz ki, asan yolla, necə başa düşürsən, yəni araşdırmadan sadə bir yolla. aha, yəni deyəcəksiniz ki, onu tax zaryadkaya. Hə? Bəli. Bu oldu nə? Məntiqi. Düzdürmü? Biz onu üç növdə izah eləmişəm. İndi birazını o birlər də deyəcək. Doğrudur. İndi keçək biraz tənqidi haqqında danışaq. Tənqidi də gəlin elə müzakirə eləyək. Kim tənqidini necə yadda saxlayıb? Hansı yollarla bir atsın səsi tənqidi haqqında fikir bildirsin. Qoy o birlər də təkrarlamış olsun. Tənqidi. Deyim müəllimə. Deyin Sevda müəllim. Deməli, tənqidi təfəkkür odur ki, səmərəli yollar axtarırıq. Sonra Aha. bunun müşahidə edirik, analiz edirik, təhlil edirik. Ondan sonra ünsiyyət qururuq Ay sağ ol. digər tərəflərlə. Ondan sonra biz o problemləri həll edirik. Bəli. Müəllimə, mən də deyim. Bəli. Bir prosesdə- neçənizdən soruşacağım. Tələsməyin Şəhla müəllimə. Ha, bəli Sevda müəllimə. Sonra bunları önə çəkirik. Budur. Öndə bulardır əsas. Yaxşı. Tənqidi. Müəllimə, mən də deyim ki, doğru Deyin. və qərəzsiz yanaşmalısan. Aha. Tənqidi təfəkkürdə. Bəli, İlkin doğru və obyektivlik olmalıdır, qərəzsiz yanaşmalısan. Aydın Özümüzün də olmalıdır səhv edə fikirlər. biləcəyimizi qəbul edə bilirik ki, bəli, düzdürmü? Yəni biz də səhv Bəli, edə bəli, bilərik. Nə bəli. olsun? Ta ki tənqidi yanaşmışam, amma ola bilər ki, Əsaslandırmaq lazım. Faktlarla yanaşmaq Əsas. lazımdır, Yəni əsaslandırmalısan. tənqidi o demək deyil ki, biz tənqid edirik. Mhm. Yəni bəziləri elə başa düşür ki, yəni tənqid etmək o demək deyil. Ay, sağ olun. Onların bir fərqi var. İndi gəlin ora giriş eləyək. Bunu izahda da demişəm. Biri var tənqidi təfəkkür, biri var tənqid etmək. Bunların fərqi nə idi? Tənqidi Müəllimə mən təfəkkür Görüm. Nihal müəllimə deyin. Tənqid etmək nədir? Tənqidi təfəkkür nədir? tənqid etmək odur ki, tutalım bir insanın mənfi, belə deyək, xüsusiyyətlərini tənqid edirsən. Deyirsən Ay, ki, sağ ol. misal üçün bu insan özündən narazıdır və yaxud da nə bilim, loğadır. Razıdır Ancaq özündən, nə bilim, nəsə də belə. Aha.
olur tənqid etmək. Yəni bir şəxsin belə deyim mənfi xüsusiyyətlərini belə demək, Hı tənqid hı. etmək. Bəli. Tənqidi təfəkkür isə artıq burada səhvi araşdırma, səhvi belə deyim düzgün yola getməkdir də burada. Hı Yəni hı. burada Obyektiv yanaşmadır. obyektiv yanaşma, bəli. Problemin həll yollarını tapmaq. Problemin Bəli. həll Hı. yollarını. Bəli, Bəli. bəli. Doğrudur. Yəni tənqid etmək ayrı anlayışdır. Amma bəli, qərəzsiz yanaşma doğrudur. Bayaq qeyd etdiyimiz kimi bunlar artıq tənqidi təfəkkürün işidir. Doğrudur. Bəs yaxşı, biri də var idi müəllimlər. Tənqidi düşünən insan. Bax, tənqidi düşünən insan orada bölmüşdüm izahlarda dedim, baxın bunlar problem. Sonra bunlar nəyə aid? Yadınıza düşdü izaha baxanlar. Tənqidi düşünən insanda tənqidi düşünən insan necə olur? Deyin görüm. Kimin Müəllimə yadında mən qalıb? deyim. Görüm indi Ədalət Şəhla müəllimə, görün başqa müəllimə. müəllimlər. Xahiş edirəm, sonra dönəcəm sizə. Bu digər müəllimlər niyə səsinizi çıxartmırsınız? Hə? Nərmin müəllimə, Fövziyə müəllimə. Sonra görüm. O biri müəllimlərimiz qoy bir dəqiqə adlarını oxuyum. Zəminə müəllimə, Mehriban müəllimə, Mələk müəllimə, Sevinç müəllimə, Nərminə müəllimə, Əvəz hansı müəllim idi? Nail baba hansı müəllim idi? Deyəsən Həmal müəllim idi, hə. Aynur müəllimə, Səfagül müəllimə, Turan müəllimə, Züleyxa müəllimə, Nərmin müəllimə də Əvəz lap yaxşı. Leyla müəllimə, niyə açmırsınız səsi? Sübhan müəllim. Nə Müəllimə, qədər müəllimlər? həmişə pis oxuyan şagirdlər arxa partada gizlənməyə çalışır. İndi O var ya. gizləmiz. Aha, müzakirən insandır, tənqid düşünən. Yaxşı, şimdi biraz açıqlamasını verin. Heç olmasa birdən adi tipli test düşəndə, situasiyadan kənara adi tipli düşəndə tapa bilək deyə. Digər Sevda müəllimə, sonra kim? Nərgiz müəllimə, mənim adım jurnalda axırdadır. Sübhan müəllim açın səsi. Tənqidi düşünən insan. Mən testlərdə işləyirəm Rəhana müəllimə. Aha, Görürsünüz də, amma belə oxuyanda belə pis çıxmasın, beynim error verir. Səsinizi dinləyəndə amma anlaşılır. nə İndi də gözəl. testlərdə işləyirəm, müəllimləri dinləyirdim yəni. Lap yaxşı, eyb yox. Yəni siz o metodu seçmisiniz ki, testə tətbiq eləmək. Şifahidə çətinlik çəkirsiniz. Belə Aha, başa belə şey eləyəndə çətinlik çəkirəm, amma testdə yəni özünüz görürsünüz ki, elə göndərirəm. Bəli. Sadəcə 3 dənəsi deyəsən səhv çıxdı göndərdiyimdə müəllimə. Yəni pis deyil. 15-dən 3 dənə pis deyil də. Yəni təzə başlamısınız. Yəni belə pis Bəli, deyil. bəli. Yaxşıdır. Aha, lap yaxşı. İndi bəli, böyle bilirəm. Kurikulumumuzda elə müəllimlər var ki, deyir müəllimə, mən testdə tətbiq yolunu seçmişəm. Ona görə danışmaqda çətinlik çəkirəm. Amma sonra da inciməyin də deməyin ancaq bir neçə müəllimlər səs açır. Bax, o sonra da deməyin bu sözü. Yox, mən Yaxşımı? elə düşünmürəm. Yox, Yox, sizi tək qətiyyən. demirəm ha. Dinləyən müəllimlər sonra inciməyin ki, ay müəllimə bir neçə müəllimi. Sadəcə onsuz da bilirəm ki, mən bir şey bilirəm ki, istər ixtisas olsun, istər kurikulum. Belə deyim, testə Müəllimə tətbiqlə. deyim. İndi bir şey deyim Şəhla müəllimin dönəcəm sizə. Bir şey deyə bilərəm ki, məsələn, o hansı müəllimlər ki, testə tətbiqə köklənir ha. Bir neçə müəllimlə də müzakirə edəcək, o oradan da nəsə öyrənir. Yəni hökmən deyir ki, elə hamı səs açıb cavab versin. Düzü mən istəyirəm ki, o biri müəllimlər də, amma da onlar deyir ki, mən ancaq öyrənirəm, deyirsiniz, müzakirə edirsiniz, ya izaha baxıram, gəlirəm burada müzakirəni dinləyəcəyəm, qətiyyən incimirəm, Mələk müəllimə yazıb. Yəni deyir ki, izaha baxıram, gəlirəm burada müəllimlərlə müzakirə edirik, testə tətbiq deyir, mən onsuz da oradan öyrənirəm. Ona görə deyir, mənim üçün problem yoxdur. Mən olsa bilirəm ki, həqiqətən də bu yolu seçən müəllimlər, əgər izaha da baxırsa, gəlib bizdən test işləyirsə, belə müzakirə aparırıq neçə müəllimlərdən dinləyirsə, həqiqətən bilirəm ki, bazasına yığacaq. Hə, yox izaha baxmayım, belə eləməyim, o heç. Onsuz onu heç laf müzakirə edəcək belə, ya testə də tətbiq elə. Deyən səsim çıxmır. Müəllim üzr lütfen səbəblərdən bu dəfə oxumamışam, yazıqlar olsun. Hə, yəni amma izaha baxma, nə etmək istəsən onu tək-bətək sual cavab elə. Tək-bətək test işlər yenə də onun xeyri olmur. Düzdürmü müəllimlər? Amma sadəcə mən də yenə də istəyirəm də o biri müəllimlər də səs atsın, görək necədir vəziyyətləri. Hamı bilir ki, olsa bazıya nəsə yığmalısınız ki, testdən üzə açıq olsun. Dinləmək çox gözəl metoddur. Mən tam başa ona görə də heç təsdiqləyə bilmədim. Hə, o izaha baxmadan gələnlər təbii ki, test eləyib gəlmişəm dərsə. Sevda müəllimədir. Baxın, izaha baxın gəlin. İzaha baxıb gəlmədən mümkün deyil axı burada hamısını mənimsəmək. Bax, izahda mən ayrı bir neçə nümunə çəkirəm. Tənqididən yaradıcını və ya da ki, tənqidinin nələrsə bax deyirəm ki, bunları yadda saxlayın ki, testdə situasiyanı tapa biləsiniz. Və ya da ki, yaradıcıda bunları saxlayın, məntiqidə bunları yadda saxlayın. Bir nümunə demişəm, 3 versiyasına da uyğun. Nə bilim, indi hər tərəfli ya xətalara aid olsun. İzaha baxmadan gəlsəniz, burada bizdən nəsə qeyri-adi bir şey gözləməyin. İzaha hamı zəhmət çəkib baxıb gəlsin. Sonra
Hə, tənqidi düşünən insan. Başqa kim demək istəyən yoxdur? Müəllimə mən deyim. İradə müəllimə. Yaxşı. Hə, Bu İradə müəllimə. tənqidi Soruşa düşünən insan obyektiv olmalıdır. Məsələyə Mhm. qərəzli yanaşmalıdır. Mhm. Düzdür, müəllim? Qərəzsiz. Hə, Qərəzli dediniz yoxsa qərəzsiz? qərəzsiz yanaşmalıdır. Bəli, bəli. Məqsəd yönlü suallar verməyi bacarmalıdır. Orada məsəl üçün 4K M1H var idi. Orada sual-cavab, Mhm. müzakirə, vacib informasiya toplamağı məlumatlandırmalıdır. Mhm. İndi belə deyək də, onlar biz o 4K-ın bir H deyirsən. Bax, onlar bilirsiz nədir? Və hətta ki, digər onlar üsullardır. Tənqiddə istifadə olunan Üsullardır. aysa. Amma indi birinci tənqidi düşünən insan necə olmalıdır? Düzdür. Əvvəlin biraz saydınız. Qoy görüm ardın kim sayacaq? Müəllimə, mən sayım o Sayın ardını. Şəhla müəllimə, sayın. Müəllimə, deməli, tənqidi düşünən insan öz düşüncələrini təhlil etməyi bacarmalıdır. Mhm. Bəli, bəli, Yəni hə, ki, burada bəli, ədalətli qərar verməlidir. Mhm. Özündən mühakimələr yürütməlidir. Məsələn, məsələyə olduğu kimi baxmamalıdır. Daha da dərin araşdırmalar aparmalıdır. Ay, sən Mən belə doğrudur. başa düşürəm. Bəli. Deyirdi ki, həmçinin də birinci problemi müəyyən etməlidir. Sonra bu Bəli, bəli, problemin yaranma səbəblərini, ondan sonra bunu bəli araşdırmalıdır, araşdırmalıdır. nəticə Bəli, çıxarmalıdır. Bəli, məsələyə deyirik ki, qərəzsiz şəkildə yanaşmalıdır, düzdürmü? Bir qərəzli mövqedən söhbət gedə bilməz. Hə? Tənqidi bəli, düşün. bəli, İndi müəllimə. bəs desək ki, hə, tənqidi düşünmədə burada hansı iş üsullardan, texnikalarından beş üsul var da müəllim orada. deyil? Hə, müşahidə bacarığıdır, təhlil etmə bacarığıdır, nəticə çıxarma bacarığıdır. Bir də ünsiyyət, fikir ifadə etmə bacarığıdır. Bir də ki, problem həll etmə bacarığıdır. Bu oldu nə? Xüsusiyyətlər. Hə? Xüsusiyyətləri, bəli. Bax, bu oldu. Tənqidi düşünmədə demişdik ki, o 5 dənəmiz nə idi? Tənqidi, Bacarıqlar. tənqidi təfəkkürü formalaşdıran bacarıqlar idi. Bacarıqlar idi. Ay sağ ol. MT-in açar söz müəllimlərimizdən biri yazıb. İndi kimə necə rahatsa yadda saxlaya bilər. Deməli, birinci bacarığımız nə oldu? Bir müşahidə etməlisən. Müşahidə bacarığı. Hə? Birinci müşahidə Müşahidə. etməlisən ki, məsələn, tutaq ki, görək, belə deyim də, o hər hansısa bir işdə, hadisədə yarana biləcək problemləri müəyyən etməkdən ötürü. Zoran o hissələrin izahını verin də bir-bir vacib məqamların altından xətt çəkmişəm. Müşahidə et, hər hansısa bir işdə, nə bilim, nədəsə Harada nə demək, vaxt, nə yarana səbəb biləcək yaradır. aysa, o problemləri müəyyən eləməlisən. Birinci Müşahidə. müşahidə etdim, problemi müəyyən elədim. Problemi Sonra müəyyən eləyəndən sonra deyirdik təhlil et. təhlil etmək lazımdır. Bəli, vacib məqamları, vacib Vacib nüansları məqamı üzə çıxart. müəyyənləşdir. Ay, sağ ol. Bəs yaxşı, təhlil edəndən sonra nə etməliyəm? Mən oradan Nəticə çıxardıram. ay, sağ ol, nəticə Nəticədə də çıxarmalıyam. topladığım informasiyanı, onu təhlil əsaslandırıb çıxarıram. Bəli, bəli. Deməli, indi bir dənə hamı yaddaşa vursun və desək ki, bizə tənqidi təfəkkürü formalaşdıran bacarıqlar, müşahidə edirəm, problemi. Bax, hər hansısa bir işdə yarana biləcək problemi müəyyən etmiş oldum. Müşahidə etmək, dinləyici rolundasan. Sadəcə izləyirsən, müşahidə edirsən. Problemi müəyyən etdin, ondan sonra nə etməlidir? Gözünüz deyin bir də. Edirsən. Təhlil. Təhlil edəndən sonra nəticə. Ayşə, təhlil et. Vacib məqamları, vacib nüansları üzə çıxart. Təhlil nə deməkdir? Analiz etməkdir də. Ondan sonra nə etməlisən? Oradan nəticə çıxartmalısan. Toplanmışlarla bir nəticə çıxartmaq. Ayşə, ondan sonra nə gəlirdi? Dördüncü bacarıq. Ünsiyyət. İfadə etmə bacarıqıdır. Müzakirə. Orada da həlli yollarını, gələn elə bil ki, nəticə bacarıqlarını müzakirə etməkdir. Bəli, digər insanlardan nə edirsən? Bu problemi müzakirə eləyirsən. Nəticələri var, müəllimə, nəticələri müzakirə etmək. Ayşə, xəyali müəllimədir, gözəl başlayıb. Əslində diqqətlə dinləyəndə, izahata baxanda həqiqətən çox çətin bir şey yoxdur. Deyir, başqalarıyla müzakirə et, ən axırda nə etməlisən? Problemi həll etmək Problemin həlli. Bəli, bəli. Artıq səmərəli bir yolla problemi həll etməlisən. Hə? Bəli, Demək biz, müəllimlər, nə öyrənmiş olduq? Qərar qəbul etmək üçün. Bəli. Səmərə.
Doğrudur. Yəni tənqidi təfəkkürdə birinci öyrəndik ki, tənqidi düşünmə nədir? Tənqidi təfəkkür nədir? Tənqid etmək nədir? Yəni bu tənqidi düşünürsə də tənqid etmək nədir? Tənqidi təfəkkür. Birinci biz bunların fərqini öyrəndik. Ondan sonra dedik ki, bəs yaxşı, tənqidi düşünən insan necə olmalıdır? Düzdürmü? Tənqidi düşünən insanın da əlamətlərini, xüsusiyyətlərini bayaq saydıq. Ondan sonra da dedik ki, bəs yaxşı, tənqidi düşünməni, tənqidi təfəkkürü daha doğrusu, tənqidi təfəkkürü formalaşdıran bacarıqlar hansılardır? Hə? Dedi ki, müşahidə et, 5 dənə bacarıq dedik. Tənqidi təfəkkürü formalaşdıran 5 dənə bacarıq dedik. Müşahidə et, dinləyici rolunda ol ki, yeni yarana biləcək problemləri müəyyən edəsən. Ondan sonra nə etməlisən? Onu təhlil etməlisən. Oradan bir nə çıxarmalısan? Nəticə çıxarmalısan. Başqalarıyla müzakirə etməlisən. Ən sonunda isə problem üçün səmərəli bir həll yolları düşünməlisən. Bu da belə. Bir də qaldı ki, tənqidi təfəkkürdə nə? İstifadə oluna biləcək texnikalar, üsullar. İndi gəlin biraz da bundan danışaq. Hansı üsullar, texnikalardır? Biriniz açın səsi deyin. Deyim müəllimə. Deyin Güllü müəllimə. 4N1KH üsuludur. Orada sual verməklədir. Hı Sonra hı. söhbət dialoqudur. Aha. Təfəkkürdə nə baş verərdi? Hı hı. Sonra qərarlar idi. Aha. Sonra nə qaldı? Məsələn, Bunlar idi. fakt yoxsa fikir. Fakt yoxsa fikir. Orada faktı, fikri müzakirə edirdilər də. Fakt dəqiq olanlar idi. Yəni bilirsən ki, bu vardı. Fikir isə kiminsə özünün bir fikridir. Hər hansı bir məsələyə fikir bildirir. Ay, O sağ ol. idi. Sonra başqa qayadan Hı hı. Ya seçim etmək, seçim Bir də etmək. seçim etmək. seçimimizdir, yoxsa ehtiyacımızdır? Hə? Seçim ehtiyac. Ay, sağ ol. Məsələn, tutaq ki, orada izahda da demişəm. Mən tutaq ki, indi iPhone-un ən son modeli çıxıb iPhone 17. Çoxu deyir ki, mən iPhone istəyirəm. Bir düşünmək lazımdır. Bu mənim, bax, tənqidi düşünən insan. Deyirik ki, bir düşünmək lazımdır ki, bu mənim seçimimdir, yoxsa ehtiyacımdır? Hə, istəyimiz, yoxsa bax, bunu sən istəyirsən. müəllimə, Amma nə qədər istəyimiz deyil. Ay, Əsas ehtiyacımızı həyata keçirməliyik. bəli, bəli. Yəni sən nə dərəcədə buna ehtiyacın var, yoxsa yox? Bunu düşünmək lazımdır. Və yaxud da ki, deyirik ki, fakt yoxsa fikir. Fakt odur ki, real olan bir şeydir. Məsələn, tutaq ki, deyirəm ki, 2020-ci il 27 sentyabr tarixində tutaq ki, 2-ci Qarabağ müharibəsi başladı. Hə? Bu faktdır da müəllimə. Bu faktdır, yoxsa bir fikirdir? Faktdır. Bəli. Məsələn, deyirəm ki, Azərbaycan bayrağının 3 rəngi var. Bu faktdır, yoxsa fikirdir? Bəli, faktdır. Və yaxud da ki, nə bilim, Səfəvilər dövləti filan tarixdə yaranıb. Nə bilim, Monqolların Azərbaycana birinci yürüşü filan ildə olub, nə olub. Düzdür? Bunlar hamısı faktdır, real olan bir şeylərdir. Amma fikir nədir, müəllimlər? Öz mövqeyimizdir də, fikir öz fikirlərimizdir, mövqeyimizdir. Ay, sağ olun. Baxın, indi sizə birdən belə bir sual versəm, bunu izahda demişəm. Fakt bir də fikir. Fakt sizcə məntiqidir, yoxsa tənqidi təfəkkürə məxsus olar? Hansına aid olar? Məntiqi faktdır da müəllimə. Ay, sağ olun. Amma fikir? Fikir tənqidi təfəkkürə aiddir. Bəli, Fikir bəli. tənqidi Bax, bunu izahda da təfəkkür. demişik, bəli. Çünki Bəli, demişik. fakt olan, real bir şeydir. Nədir bu? Reallıqdır. Bu məntiqi təfəkkür əsaslanır. Bəli, bəli. Amma sizin artıq nəsə məsələdən bağlı, tutaq ki, deyirəm ki, 2-ci Qarabağ müharibəsi və yaxud da ki, filan yürüyüş haqqında, filan döyüş, fikrinizi bildirin. Siz öz mövqeyinizi ortaya qoyacaqsınız. Tənqidi təfəkkürdür. Bəli, bəli. Fikir deməli tənqidi təfəkkür əsaslanır. Öz münasibətimizi bildirir. Bəli. Bax, onu da ayırd eləyin, görün necə gözəl nümunə. Məsələn, tutaq ki, filan döyüş neçənci ildəsə olub, bu artıq məntiqi təfəkkürdür də bu, bilinən bir şeydir. Reallıqdır. Amma bu müharibəyə, nə bilim, bu döyüşə, filan nəyəsə fikrini bildir. Bu artıq yanaşacaq, əsaslanacaq. Tənqidi. Bəli, əla, gözəl. Hı? Bax, beynimizdə tənqidi təfəkkür biraz yüngülləşirmi, yoxsa necə? Deyin görək. Çox gözəl. Çox sağ olun. Çox gözəl müəllimə. Əla. Yəni düşünürəm ki, izahlara baxıb gəlsəniz, kurikulumu gözünüzdə böyütməyin.
Ay bu elədi, ay elədi. Nə olsun ki, bəlkə o digər şəxsə çətindir. Bəlkə digər şəxs oxumur. Bax Fövziyə müəlliməyə söz atıram. Bəlkə digər şəxs izaha baxıb gəlmir, ona görə çətindir. Bəli, Fövziyə bəli, müəllimə, müəllimə. düz vurğulayırsınız. Aha, bəli. Ona görə bir də hamı deyir də, indi hamı üçün qəbul olunan fikirdir ki, ay, kurikulum demirəm ki, asandır. Mən də demirəm, asandır müəllimdir. Amma indi hissə-hissə öyrənib getmək olar da ən azından. Elə deyil. Hissə-hissə az-az Doğrudur. yüklənmədən gedirik. Görürsüz ki, sizə də çox yüklənmədən gedirik. Ki, Müəllimə, yəni izahınız çox sadədir. Yəni ona baxan çox aydın başa düşür. nə gözəl. Çox, bəli, bəli, çox Çox sadə gözəl izah izah etdiniz. Nə edirsiniz. gözəl. Nə Allah. Hə? Bəli, müəllimə Ruhani müəllimə tamamilə doğru deyil. Hı Müəllimə -hı. yoldaşımız. Yəni bu kitabda biraz qarışıqdır sözün əslində, amma səsinizdə tam aydın şəkildə izah edirsiniz. Aha, Sadə, bəli. sadə Lap yolla. yaxşı. Vaxtımız qalacaq təkrara, narahat olmayın. Təkrarda inşallah birinci gedişatda yaxşı öyrənin. Təkrarda mən olsa dərslərin sayını artıracağam. Həftədə 2 dəfədən getməyəcək ki. Məsələn, martın bayramları, tətilləri evdə olacaqsınız. Çalışacağam həmin vaxt kurikulumdan ta ki həftədə 3 dəfə keçim. Məktəbə qayıdacağıq, yenə həftədə 2 dəfə keçərik. Müəyyən bayramlarda demirəm, lap bayram günü yox təbii ki. O əlavə ki evdə olacaqsınız da, düzdürmü? Çalışarıq ki həftədə 3 dəfə oradan salarıq. Nə bilim o bir həftələr üstə 3 dəfə. Ruhani müəllimə izahı daha yaxşı, bunun üçün də bəsdir. Bəli. İnşallah gedəcək, narahat olmayın müəllimlər. Demək belə. İndi gəlin biraz da yaradıcı təfəkkür haqqında danışaq, görək. Kaş siz kitabsız yazardınız. Oy. İndi başlayaq yaradıcı təfəkkürə. Yaradıcı təfəkkür nədir, nə olan şey? Düzdür, bayaq biraz danışmışıq. İndi istəyirəm ki, biraz da özət keçək, biraz da dərinliyinə gedək. Kim danışmaq istəyir? Hamı sevə-sevə oxuyan. Aha, izahlarımıza elə baxın. Gözəl şəkildə. Hə, hələ kitaba ehtiyac yoxdur. Sadəcə elmi dildə başa düşmək olmur. Bəli. Deyin görüm, yaradıcı təfəkkür haqqında nə bilirik? Danışa bilərəm. Deyin, görün başqa izah verən yoxdursa. Elə müəllimlər görürəm ki, deyəsən belə xoş deyir Şəhla müəllimə. Bir neçə müəllimlər müzakirə eləsin, bunlar da yaddaşa vursun. Neyə keçinə? Deyin. Müəllimə, bu yaradıcı təfəkkür yenilik deməkdir. Yeni ideya, yeni bir icat, yenilik, yeni fərqli yollar tapmaq. Bu Aha. kreativ düşünmədir də, bu yaradıcı düşünmə. Mhm. Yəni hadisələrə, problemlərə yeni, fərqli yollar, müxtəlif deməli nöqteyi nəzərdən baxmaq. Mhm. Ay sağ ol. Kreativ. Əsas da idrak prosesidir də bu. Ay sağ ol. Bəs birdən belə bir cümlə görsəniz ki, yaradıcı təfəkkür yalnız istedadla bağlıdır. Xeyr, o səhv anlayışdır. Ay sağ ol. Müəllimə, o səhv anlayışdır. Yaradıcı təfəkkür, yəni elə belədir ki, yəni kimdəsə olmayanı ortaya çıxartmaq da, yəni öz beyninlə, təfəkkürlə fikirləşib tapmaq. Sözü yalnız sözü orada qətiyyətlə olmaz. Yalnız, hə, istedadla bağlı olmaq Yox, xeyr. o səhv mühakimədir, o səhv Bəli, sözdür. düzdür. Bəs yaxşı, yaradıcı təfəkkürü formalaşdıran bacarıqlar. Nə etmək lazımdır ki, yaradıcı təfəkkür biraz daha da formalaşsın, Bu reallaşsın? əlaqənin yaradılması olmalıdır müəllimə. Ay sağ Sual olun. vermək, təcrübə Aha. aparmaq, müşahidə etmək. Ay sağ Bunlar olun, doğru. olmalıdır yaradıcı təfəkkürdə. Bəli, Əsasən təcrübələrdən başlamaq lazımdır da. bəli. Demişdiniz, çox gözəl izah eləmişdiniz. Aha, nə gözəl. Təcrübələrdən başlayıb yola çıxmalısan. Bəli. Yəni Hə, orada bir nümunə də bəli, çəkmişdim, hə. nümunə də çəkmisiniz, bəli, o yaddaşıma qalıb Ay, da. nə gözəl, bəli. Məsələn, tutaq ki, deyir əlaqə yarat. Bir ideyalar arasında əlaqə qurmağı bacar. Elə hətta o kitabda da deyir, məsələn, çamadan bu da bilinən bir şey, təkər də bilinən bir şey. Nə etdi? Bunlar arasında əlaqə yaratdı. Deyir ki, filan şəxsiyyət, nə bilim, filan şəxs nəyi icad elədi? Artıq təkərli çamadanları, nə bilim, bu şagirdlərin təkərli çantaları. Deyir bir əlaqə yarat, yeni ideya çıxsın. Və yaxud da ki, sual ver. Hə? Məsələn, mən şəxsən Bəli, o dərs bəli. zaxında da demişəm. Sual vermək metodundan mən şəxsən özüm istifadə edirəm ha. Özüm özümə sual verirəm. Bir də görsən ki, yeni bir fikir, yeni ideya çıxdı ortalığa. Həqiqətən də elədi. Sonra Bəli, nə var idi? Məsələn, müşahidə etmək. Müşahidə etmək nə deməkdir? Yaradıcı düşüncəyə sahib olan insanlar deyir, nə edir? Bir müşahidə aparır, hə? Onun əsasında bir də görsən ki, yeni ideyalar yarana bilir, düzdürmü? Bəli, bəli. Aha, doğrudur, bəli. Sonra nə, kim nə əlavə eləmək istəyirsə buyursun. Hə? Kimin nə əlavəsi var? Yaxşı. O zaman indi deyin görüm. Yaradıcı təfəkkürdə bəs hansı üsul texnikalar? Diqqətli izləyin Aysa. Bəs hansı üsul və texnikalardan istifadə? Kim deyər bu haqda?
Bəlkə Nihal müəllimə desin. Hə, Nihal müəllimə. Beyin müəllimi, bəli, orada deməli beyin həmləsi var. Sonra 4N1 KH var. Analogiyanın tapılması, yəni oxşar və fərqli Cəhətləri. necə oxşar və fərqli cəhətlərin bəli tapılması. Sonra əşyanın qeyri-adi üsullarla yoxlanması, istifadə olunması. Sonra orada var idi, deməli problemin texnikası idi, belə bir şeydir. Beş dənə. Müəyyənləşdirmək. Birinci müəyyənləşdiririk, Bəli. sonra onu həll 50 edirik, yolunu tap. həyata keçirdirik, sonra qiymətləndiririk, daha sonra da dəyərləndiririk. Ay, sağ ol. Deməli, bir problemi birinci müəyyən etmək lazımdır. Müəyyən etmək nə deməkdir? Yəni bir problemin belə deyək də, o sanki diaqnozunu qoyursan. Həkim xəstəyə baxır, bir diaqnoz qoyur, səndə problem budur. Deməli, yaradıcı düşünməyə sahib, yaradıcı o təfəkkürə sahib olan insanda birinci problemi nə edir? Müəyyən edir. Onun diaqnozunu qoyur. Ay, sağ ol. Ondan sonra nə edəcək? Həlli yolu. Ondan sonra həll yolu Həll tapılır. yolu. Ay, sağ ol. Bax, ardıcıldır ha müəllimlər. Bax, o həqiqətən də beyni ardıcıl yatır. Problemin birinci diaqnozunu qoy, ondan sonra həll yolunu başla araşdır. Ay, sağ ol. Sonra həyata keçirdik yenə. Planı Bəli. həyata keçir. Planı həyata keçir. Daha sonra qiymətləndirib və naxırda Yox. bəli, 5 dənə. Prosesi dəyərləndiririk. Bəli, dəyərləndirməlisən, ən sonda da qiymətləndirməlisən. Qiymətləndirməlisən. Doğrudur, bəli. Bəli, doğrudur. Bəs yaxşı, biz sinifdə elə bir mühit yaratmaq istəyirik ki, bir şagirdlərdə bu yaradıcı təfəkkür inkişaf eləsin. Hə? Bunun üçün nə etmək lazımdır? Deyirdi sinifdə nələrə biraz şərait yaratmaq lazımdır. Biraz Şagirdlərin. əyləncə nüanslar deyirlər, nə deyirlər belə bir Bir şey. də açıq düşünmə tərzinə biraz sahib olsunlar uşaqlar, düzdürmü? Hipotetik bilməm nə idi orada mənim düşüncəyə. Aha, bax yazdı müəllimlər bizə bir əylənərək öyrənmə. Əylənərək. Öyrənmə. Sonra nə var idi? Deyin görüm elə. Fərziyyələr, aha. Sonra nə var idi? Oyun üsulu, yaxşı. Sonra yazın. Kim cavab səs aça bilmirsə yaza da bilər. Hə, nə üsulları? Məsələn, deyin görüm elə. Bir şagirdlərdən yaradıcı fikirlər tələb eləmək. Hə, müəllimlər? Emosional bəli, inkişaflar. Bir çalışmaq lazımdır ki, şagirdlərdən nəsə haqqında fikir əldə edəndə bir onlardan yaradıcı fikir almaq. Düzdürmü? Deməli biz bu yaradıcı təfəkkürü artıq sinifdə də nə edirik? Yavaş-yavaş şagirddə mücərrəd fikirlər, bəli. Yavaş-yavaş sinifdə artıq başlayırıq bunu formalaşdırmağa. Doğrudur. Deməli, indi ümumiləşdirsək, bunu izahda da demişik. Problemlərin sadə həll yolunu tapırıqsa, sadə həll yolu. Bu olacaq məntiqi. Az. Amma səmərəli həll yolunu tapırıqsa, bu gedəcək tənqid. Amma yeni həll yollarını tapırıqsa, Yaradıcı. Buna aid əla. Buna aid izahda da demişəm. Deyirəm ki, tutaq ki, telefonumun zaryadkası bitir, enerjisi bitir. Mən bu problemi qoyuram. Tutaq ki, müəllimlərdən biri də deyir ki, taxın zaryadkaya. Hə, enerjiyə taxın, nə bilim, şəbəkəyə taxın. Bu oldu problemin sadə həlli. Bilinən bir şey mənə təklif elədinizsə, qeyri-adi bir şey təklif etmədiniz ki, deməli bu olacaq hansı? Məntiqi təfəkkür. Ay, sağ ol. İndi mən yenə də sual qoyuram ki, telefonumun, nə bilim, notebookumun, kompüterimin zaryadkası bitir. Digər müəllimlərdən biri deyir ki, müəllimə telefonu uçuş moduna qoyun. Və yaxud da ki, onu ayarlardan enerjiyə qənaət var da, bilirsiniz telefonlarda. Onu açın deyir. Və ya bunu eləyin, ya bunu görürsünüz, bir neçə səmərəli yollar təklif elədi. Məntiqilik qaldı burada geri planda. Bu hansı düşüncə olacaq, hansı təfəkkür olacaq? Tənqidi təfəkkür oldu. Amma digər oradan müəllimlərdən biri qayıdır, deyir ki, elə batareya tutaq ki, kəşf eləmək lazımdır ki, heç ümumiyyətlə onun zaryadkası bitməsin. Hə? Bəli, bu artıq oldu. Deyir ki, tutaq ki, elə bir batareya olmalıdır ki, telefonlarda, yəni bunları ümumiyyətlə zaryadkaya taxmağa ehtiyac qalmır, bitməsin də bunun enerjisi. Yaradıcı. Bəli. Yeni bir yaradıcı. Bəli. Belə müəllimlər, bugünkü dərsimiz bu qədər. Düşünürəm ki, müəyyən qədər mövzu beynimizdə asanlaşdı. İndi bu sınağı da dərsdən sonra göndərəcəm bu test qrupunuza. Kim istəsə bir də oturar sakit beyinlə özü də təhlil eləyər, özü də baxar, təzədən müzakirə qaydamıza baxarsınız. Belə.
Necə gedir vəziyyət? Kurikulumla aranız, münasibətiniz yaxşılaşır yoxsa pisləşir? Deyin görək hələ. Əlat, müəllim, əlat. Çox sağ olun. Aha, nə gözəl. Testləri də göndərərsiniz müəllimə. Yenidən Bəli, yenə bəli. işləyərik. Testi göndərəcəm, test qrupuna işləyərsiniz. Əladır, təşəkkürlər, təşəkkür edirəm müəllimə. Sizlər də sağ olun, dinləyərək öyrənirik. Biz dərsi də sevirik. Sizi seviriksə dərs də sevirik. Çox sağ olun. Deyirik, şagirdin fənnə sevgisi müəllimi deyir, sevirsə dərs də sevir. Çox sağ olun müəllim. İndi o məsələyə bənzədir, hə? Amma onun biraz doğruluq payı var, biraz inanıram. Belə, evə nə verəcəksə, evə göndərəcəm, narahat olmayın. Birinci özümüz evə çataq, sağollaşaq, ondan sonra dərsimiz çatacaq. Belə müəllimlər, sağ olun. Sizə görə Sağ sevirəm olun müəllim. kurikulumu. Siz Desəz də Sevda çox müəllim elə sağ yazın. olun. Siz də Aha. sağ olun müəllimə. Çox çox Sizlər də. Kurikulum kitabı indi görək nə vaxta çıxır müəllimlər. Yanvara mı çıxır, biraz gecikdirirlər. İndi hələ tam bir qərar yoxdur, yaxşı. Hələ çıxana qədər biz mövzuları yavaş-yavaş keçək, çıxanlar da keçəcək. Narahat olmayın ondan. Sağ olun, özünüzə yaxşı baxın. Görüşərik inşallah. İnşallah. Sağ Çox sağ olun. olun. Təşəkkür YouTube edirəm. müəllimlərimiz sizlər də sağ olun. Çox sağ olun müəllimə təkrar etmiş oldum. YouTube'dan müəllimlərimiz yazıb nə gözəl. Belə, ərazini tərk edə bilərik. Dərsi mən yaddaşa vurum.